Penis qırılar mı? Bəli, qırılar. Penisin içərisində sümük mü var qırılsın? Yoxdur, amma qırıla bilər. Penisdə sərt, fibroz bir zər var və o zər təbəqəsi cinsi akt sırasında təzyiqə məruz qalaraq, yəni bu bükülmə ola bilər, orqana çıxıb da orada sümüyə dəyməsi ilə penis ciddi şəkildə qırılaraq göyərə bilir. Yaxşı, əlamətləri nələrdir? İlk başda pasiyent, yəni bəy, çıt səs eşidir. Penis sərtliyi ciddi miqdarda aşağıya enir. Penisin görüntüsü normal görüntüdən badımcanvari görüntüyə çevrilir. Yəni penis ətrafında ciddi miqdarda hematom qan yığılır və bu yığılma ilə də penisin forması dəyişir. Penis qırılması daha çox cinsi münasibətə kontrolun xanıma keçdiyi anlarda olur. Yəni əgər penis yerindən çıxıb təkrardan içəri girəndə sümüyə dəyərək penisdə ciddi miqdarda bükülməyə səbəb olur və bu bükülmədə penis qırılmasını gətirib çıxardır. Nə etmək lazımdır? Bu, andrologiyada təcili əməliyyatlardan birisidir və mütləq dərəcədə bir androloqa yaxınlaşıb, lazım gələrsə cərrahi müdaxilə olmalıdır. Əgər siz deyirsinizsə ki, xax nə deyər, el-oba nə deyər düşüncəsi ilə yanaşacaqsınızsa, bu öz-özünə də sağola bilər, bəli, amma sizin gələcəkdə ciddi şəkildə sərtləşmə problemləri, penis əyriliyi və cinsi münasibətdə şiddətli ağrılarla nəticələnə bilər. Qısa bir əməliyyatla orada yırtılan fibroz toxuma, yəni o sərt toxuma tikilərək penis təkrardan bərpa olunur və bu əməliyyatdan sonra bu qırıq 90-95% sağalır. Əgər bu sizin başınıza gəlirsə, düşünmədən, tərəddüd etmədən mütləq dərəcədə androloqa müraciət etməlisiniz ki, bunun doğura biləcəyi fəsadlardan vaxtında qurtula biləsiniz.